Salam hər kəsə. Bu videoda Azərbaycan dili fənnindən hazırladığım 10 suallıq sınağın izahını sizə təqdim edəcəm. Keçək birinci sualın izahına. Hansı sözlər yanaşı gələn sammitlərin arasına qapalı sayt əlavə olunsa, sözün ümumi qrammatik mənası dəyişər? Demək, bizə elə bir sözlər lazımdır ki, orada sayt əlavə olunan variantı da dilimizdə mövcud olsun və bu variantda da mövcud olsun. Səbir sözü var, amma səbir sözü yoxdur dilimizdə. Lap saytı əlavə eləsək belə, deməli, yalnız bir forması mövcud olacaq. Səbir olmayacaq, səbir olacaq. Bizə lazımdır sayt əlavə olunandan sonra və əvvəl fərqli nitq hissələrinə aid iki söz ağlımıza gəlsin. Deməli, bunu çıxırıq. Əmir, əmir. Bunların hər ikisi mövcuddur. Bəli, i-ni artıranda yeni bir leksik vaid yaranır. Amma hər ikisinin ümumi qrammatik mənası eynidir, dəyişməyəcək. Yəni, əmir də isimdir, əmir də isimdir. Ona görə bunu çıxırıq. Qəbir və əsr sözləri. Qəbir sözü yoxdur, qəbir sözü var. Ona görə bunu da çıxırıq. Əsr isə əsir olur. Deməli, əsr də var, əsir də var. Hər ikisi amma isim olduğu üçün, deməli, və variant tam olmadığı üçün bunu da çıxırıq. Səmt sözü var, amma səmit yoxdur və yaxud da başqa bir sayt əlavə edib yeni bir leksik vaid yarada bilmirik. Kəsir, kəsir. Bu isə var. Deməli, sıradakılardan biri uyğun gəlir, o da tam uyğun gəlmir. Çünki kəsir də isimdir, kəsir də isimdir. Bizə lazımdır ümumi qrammatik mənası dəyişsin. Kəsir sözünü bayaq dediyimiz kimi çıxırıq. Peşman. Gəlin baxaq bu sözə. Peşman sözü dilimizdə var. Peşiman formasında da istifadə olunur, amma düzgün deyil. Çünki peşiman formasında yazılması normaya uyğun deyil. Sadəcə şeirlərin, bədii əsərlərin dilində ahəngdarlıq yaratmaq üçün, misradakı hecaların belə deyək də sayını artırmaq üçün müəyyən bir nəzmin əlaməti kimi meydana çıxır. Amma bu da demək, peşman və peşman sözlərinin hər ikisi dilimizdə eyni anda mövcud olmadığı üçün ona görə bu cavabda götürmək olmaz. Yəni, eyni sözün digər variantıdır bu, hansı ki, ədəbi dildə olmayan variantıdır. Bunu da çıxırıq. Mətin və müsbət sözlərinə baxaq. Mətin isimdir, mətin sifət olur. Bəli, bu mövcuddur. Müsbət sifətdir, müsibət isimdir. Hər iki söz leksik vaid olaraq dilimizdə mövcuddur. Ona görə cavab olacaq Y variantı. İkinci suala baxaq. Hansı cümlədə deyil sözü müstəqil cümlə üzvüdür? Mənim məqsədim sizi aldatmaq deyil. Burada mənim məqsədim mübtəda, sizi aldatmaq deyil xəbər. Bu deyil və yaxud da yox sözlərinin müstəqil cümlə özü olub, olmadığını müəyyənləşdirməyin əsas yolu nədir? Deyil sözü və yaxud da yox sözü baxmalıyıq ki, cümlədə təkrarlanan hansısa bir xəbərin yerindəmi işlənib? Misal üçün, mənim məqsədim sizi aldatmaqdır. Bunu gəlin təsdiqdə işlədib yoxlayaq. Deyilin əksi təsdiqdə işlətsək, görürsünüzmü, bir şəkilçi ilə əvəzlədik. Deməli, bu müstəqil bir sözün yerində işlənməyib. Ona görə də burada deyil hissəcikdir və müstəqil məna ifadə etmir. Müstəqil cümlə özü deyil. Araz deyiləm coşam, kür deyiləm qaynaşam. Araz deyiləm xəbər, kür deyiləm xəbər. Hər ikisində deməli hissəcikdir. Əgər biz bunu təsdiqdə işlətsək, olacaq arazam, kürəm. Ona görə də olmaz. Sizi incitdim, elə deyilmi? Gəlin bunu təsdiqdə işlətək, elədirmi? Deməli, elə deyilmi, elədirmi? Şəkilçi ilə əvəzləyə bildik biz bunu təsdiqdə. Demək ki, burada da müstəqil leksik vahid, yəni daha doğrusu müstəqil cümlə üzvü deyil. Sənin dediklərin deyil, demədiklərin əsl həqiqətdir. Sənin dediklərin mübtəda, deyil xəbər, izahını da verəcəm. Demədiklərin mübtəda, həqiqətdir xəbər, əsl burada sifətdir. Ədat yox, sifət mövqeyindədir. İndi gəlin baxaq. Sənin dediklərin həqiqət deyil, demədiklərin əsl həqiqətdir. Deməli, buradakı deyil, hissəcik kimi yalnız, belə deyək də, şəkilçinin inkarını bildirmir. Xəbərli şəkilçisinin inkarını bildirmir. Deməli, bu, müstəqil cümlə özü vəzifəsindədir. Sənin dediklərin həqiqət deyil, demədiklərin həqiqətdir. Həqiqət deyil mənasındadır buradakı deyil. Ona görə cümlə özvüdür. Fəqət Gülbadam çox duaya zada inanan deyildi. Deməli, Gülbadam mübtəda, çox duaya zada inanan, burada da fe'li sifət tərkibi var. Bu da cümlənin xəbəridir. Əgər burada deyildini biz təsdiqdə işlətsək, çox duaya zada inanan idi deyəcəyik. Demək ki, müstəqil şəkildə cümlə özvü olmur. Cavab oldu D variantı. Hansı cümlə köməkçi nitq hissəsi ilə başlasa da əsas nitq hissəsi ilə bitir? Sonra məlum oldu ki, deməli köməkçi ilə başlamır. Burada sonra müstəqil işləndiyi üçün zərfdir. Köməkçi nitq hissəsi ilə bitir, amma əsasla başlayır. Bu olmaz.
Haqqında çıxarılan qərardan narazı qalmadı mı? Deməli, haqqında sözü qoşmadır. Qoşmalarda bəzi istisna hallar var ki, isimsiz belə cümlənin əvvəlində işlənə bilir. Deməli, köməkçi ilə başlayır, amma yenə də köməkçi ilə bitir. M köməkçi nitqsəsidir. Deməli, bu uyğun gəlmədi. Yolunda candan keçən igidlərin var olduqca sən də azad olacaqsan. Yolunda sözü burada uğrunda mənasında qoşmadı. Azad olacaqsan da feildir. Yəni əsas nitq hissəsi ilə bitir, köməkçi nitq hissəsi ilə başlayır. Cavabımız olur C variantı. Başqa işlərlə məşğul olub əsas görəcəyin işləri yaddan çıxarma. Başqa işlər deməli əsas nitq hissəsi ilə başlayır, əksinə köməkçi ilə bitir. Bunun tərsi oldu. Bu da olmaz. Heç kimin xəbəri olmadı ki, Əli onun yanına nə üçün gəlmişdi? Köməkçi nitq hissəsi ilə başlayır, əsas nitq hissəsi ilə bitir. Demək, burada bir yanlışlıq var. Xeyr. Köməkçi nitq hissəsi ilə başlamır. Heç kimin xəbəri olmadı. Əsas nitq hissəsi ilə başlayır, əsasla da bitir. Elə cavabımız C variantıdır. Buradakı heç sözü ədat deyil. Heç kim bir yerdədir. Bəzən heç və kim sözləri yanaşı gəlir, kim sual əvəzliyi və heç ədatı kimi işlənir. Misal üçün deyirəm ki, heç kimin səni çağırdığını bildinmi, tutaq ki bu formada, onda heç sözü ədat olardı. Amma burada heç kimin xəbəri olmadı deyəndə artıq biz bunun qeyri-müəyyən əvəzlik olduğunu, mürəkkəb əvəzlik olduğunu görə bilirik. Demək, cavab oldu C variantı. 4-cü suala baxaq. Bütün cümlələrdə işlənmiş eyni fonetik tərkibə malik sözün fərqli qrammatik mənada olduğu variantı seçin. Demək, bizə nə lazımdır? Bütün cümlələrdə işlənən eyni fonetik tərkibə malik söz. Yəni, eyni cür yazılan söz. Fikir verin, keçmiş, hamısında eyni söz var. Fərqli qrammatik mənada olduğu nümunə deyəndə, yəni nitq hissəsi olaraq fərqli olanı seçməliyik. Gecədən xeyli keçmiş, yağış yağmağa başladı. Deməli, feili bağlamadır. Bu feildir. Yaşamış olduğun keçmiş, yaşayacağın gələcək üçün təcrübədir. Nə təcrübədir? Keçmiş. Burada keçmiş sözü isimdir. Gələcək və keçmiş sözləri isim də ola bilir. Demək, hələ ki qalsın cavabı gözləyək. Keçmiş günlərini xatırlayanda, keçən günlər mənasında imiş burada feil isfər şəkilsidir. Yəni, bu da feildir. Günortadan xeyli keçmiş, günortadan xeyli keçəndə gün batımı. Daha doğrusu, cümlənin davamına baxaq. Günortadan xeyli keçmiş, gün batımı artıq yaxınlaşmışdı. Keçmişdi, yaxınlaşmışdı, təsriflənən feildir. Yenə də feildir deməli. Keçmiş zamanlarda uşaqlar nağıllarla yatardı, böyüklər ümidlərlə. Keçmiş zamanlarda, keçən zamanlarda, deməli burada da feil sifətdir və bu da feil sayılır. Deməli, B variantındakı keçmiş isim olduğu üçün fərqli qrammatik mənada olan elə bu olacaq. Hansı cümlədəki eyni durğu işarələri fərqli məqsədlərə xidmət edir? Deməli, bu cümlədə eyni durğu işarələri vergüllərdir. B variantında tirələr eyni durğu işarəsidir. C variantında eyni durğu işarəsi yoxdur. D variantında vergüllər var. Y variantında da vergüllər var. Gəlin baxaq. Əlbəttə, bilirəm ki, bir gün məni də xatirələrimizdə unudacaqsan. Deməli, buradakı vergül modal sözün vergülüdür. Buradakı vergül ki bağlayıcısının vergülü. Daha doğrusu belə deyək də, mürəkkəb cümlənin tərəflərini bir-birinə bağlayan ki bağlayıcısının vergülüdür. Bir gün məni də, xatirələrimizi də, burada isə həmcins üzvlərin vergülüdür. 3 dənə eyni durğu işarəsi 3 fərqli məqsədə xidmət etdi. Ona görə elə cavab olacaq A variantı. Digərlərinə baxsaq, B-dəki hər iki tire əlavənin durğu işarəsidir. Ona görə də fərqli deyil. Bunu çıxırıq. C-də ümumiyyətlə yox idi eyni durğu işarələri. Ona görə çıxaq. D variantında həmcins üzvləri bir-birindən əlaqələndirib, həmcins xəbərli sadə cümlədir çünki bu. Hamısında həmcins üzvləri ifadə eləyir. Yəni birləşdirir, daha doğrusu əlaqələndirir. Bari yada sal məni. Burada da demək həmcins cümlə üzvlərini belə deyək, bir-birindən ayırıb, əlaqələndirib yox, ayırıb desək daha yaxşı olar durğu işarəsi üçün və ona görə də bu da cavab olmayacaq. Cavab olur A variantı. 6-cı suala baxaq. Köməkçi nitq hissələri söz yaradıcılığında iştirak etmir. Yuxarıda verilmiş fikri təkzib edə bilən sözlərin sırasını seçin. Deməli, köməkçi nitq hissələri əslində söz yaradıcılığında iştirak etmir. Amma istisnalar var, bəzən ola da bilir. Başqalaşmaq, özgələşmək. Burada başqa özgə sözlərindən yeni söz yaransa da, bunlar qoşma kimi deyil, sifət kimi
işlənib bu sözlərin tərkibində. Demək, başqa sifətindən başqalaş feili yaranır, özgə sifətindən özgələş feili yaranır. Bu olmaz. Sonrakı sözü demək, sifətdən, daha doğrusu sonra zərfindən yaranan sifətdir. Aidlik isə qoşmadan yaranan isimdir. Biri aid oldu, biri yox. Buradan cəmi birini götürmək olar. O da tam cavab deyil. Tərəfkeşlik sözündə tərəf isimdir, qoşma deyil. Bəlidəki sözündə bəri zərfdir. Əvvəla. Əvvəla sözü özü köməkçi nitq hissəsi olduğu üçün tərkibə görə parçalanmayacaq. Deməli, biz bunu zərfdən düzələn və ya qoşmadan düzələn modal söz götürə bilmərik. Modal sözlər əsas nitq hissələrindən əksər hallarda leksik mənanın itirilməsi sayəsində belə deyək yaranır. Heç-heçə bu da demək ədatların birləşməsindən yaranan tərz hərəkət zərfidir. Xasiyyət və məxsusi sözlərində isə qoşmadan yaranan isimlər var. Demək, cavab olacaq Y variantı. Növbəti sualın izahına gəlin baxaq. Gəlin 8-ci sualın izahına baxaq. Hansı sözün leksik mənası yanlış verilib? Kontribusiya müharibədən sonra məğlub dövlətin qalib dövlətə ödədiyi pul, təzminat deməkdir. Doğru fikirdir. Hidronim, su hövzələrinin coğrafi adları. Bu da doğrudur. Latinist, latın dilindən alınmış söz və ya ifadə. Xeyr, latinist latın dili ilə məşğul olan mütəxəssisdir. Latın dilindən alınan sözlərə latinizm deyilir. İst yox, izm olmalıydı. Demək, səhv cavab budur. Kvota, malın istehsal, idxal və ya ixracına qoyulan kəmiyyət məhdudiyyəti doğru. Lehmə, duru palçıq, bataqlıq deməkdir. Bu da doğrudur. Cavab C variantı. 9-cu sualın izahına baxaq. Demək, bir qədər getdikdən sonra biraz dincəldi. Ona görə ki, bir neçə kilometr daha yol qət etməli idi. Verilmiş nümunənin morfoloji təhlilinə aid doğru fikir hansıdır? Tabeli mürəkkəb cümlədir. Budaq cümlə baş cümləyə bağlayıcı ilə bağlanıb. Deməli, bizdən morfoloji təhlillə bağlı doğrunu soruşduğu üçün sintaktik təhlillə bağlı cavabı götürə bilmərik. Cümlədə müxtəlif nitq hissələrinə aid 6 mürəkkəb söz işlənib. Gəlin baxaq. Bir qədər, biraz, sonra ona görə ki, bir neçə, kilometr, qət etməli. Deməli, 6 dənə mürəkkəb söz var və bəli, fərqli nitq hissələrdir. Yəni, içində sayda var, zərfdə var, isimdə var, feildə var. Hətta, demək, ona görə ki, bağlayıcı da var. Cavab olur B variantı. Bir qrammatik əsası var, həmciz xəbərli sadə cümlədir. Deməli, bu da sintaktik təhlillə bağlıdır, çıxırıq. 2 müxtəlif köməkçi nitq hissəsi işlənib. Bu səhvdir. Deməli, ona görə ki, bağlayıcı, sonra getdikdən sonra sözü qoşma, daha sözü isə ədat. 3 köməkçi nitq hissəsi var, D-ni də çıxırıq. Cümlədəki mürəkkəb sözlərin sayı sadə və düzəltmə sözlərin cəminə bərabərdir. 6 dənə mürəkkəb söz var idi cümlədə. Sadə və düzəltmə sözləri sayaq. Getdikdən sonra dincəldi 3, daha 4, yol 5. Deməli, bərabər deyil, sadə və düzəltmə sözlərin cəmi 5, mürəkkəb sözlərin cəmi isə 6-dır. Deməli, bu da yanlış fikirdir. Keçək 10-cu sualın izahına. Hansı üsluba aid xüsusiyyət verilməyib? Mürəkkəb cümlələr, modallıq bildirən söz və ifadələr daha çox bu üslubda ifadə olunur. Demək, bildiyimiz kimi mürəkkəb cümlələr, modallıq bildirən ifadələr elmi üslubun xüsusiyyətidir. Buraya yazdıq B-ni. Təsviri və analitik şərhlərə yer verilir. Bu, publisistik üslubun xüsusiyyətidir. Harada görsək, ona aid götürməliyik. Tarixi təkamül prosesində formalaşmış standart formalardan kənara çıxmır. Bu, rəsmi işgüzar üslubu üçündür. C variantını qeyd edək. Xalq danışıq dilinin səliqə sahmanlı, qayda qanunlu formasıdır. Bu da məişət üslubu. Deməli, bədii üslubla bağlı heç bir xüsusiyyət qeyd olunmamışdır. Üslublarla bağlı onu qeyd edeyim ki, burada açar sözləri bilmək çox vacibdir. Bir üslub mövzusunda, bir də əməli yazılarda mütləq şəkildə hər əməli yazı növünün və yaxud da hər üslubun özünə məxsus xüsusiyyətlərini yadda saxlamalıyıq və həmin o açar sözlərə əsasən variantı asanlıqla tapmaq mümkün olur. Sınağın izahı bu qədər. İnşallah növbəti sınaqlarda görüşərik. Hər birinizə imtahanlarda uğurlar.